Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün artıq 8-ci bölümdəyik və bir-birindən maraqlı suallarımız var. Suallardan lap əvvələ gələ bilərik. Deməli belə, burada qeyd edim ki, ödənişli sınaqlar qrupunuza buradan qoşula bilərsiniz. Əvvəlki 8 buraxılış sınağı da göndərilir bütün şagirdlərə. Yəni bir aylıq proqram ərzində biz buraxılışı tam işləyəcəyik. Buraxılışa uyğun bütün asan, orta, çətin suallara baxacağıq. Və burada uşaqlar bir dənə bu sualı qeyd edeyim. Burada uşaqlar problem yaşamışdı. Mən bunu düsturun deməmişəm, çünki düstur istifadə etməyi sevmirəm, amma bunun sadə bir düsturu var, bəli. Demişdim hətta düsturu var, amma yadımdan çıxıb demək. Deməli, bərabəryanlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyardırsa əgər, deyə bilərsiniz ki, hündürlük bərabərdir orta xətt. Niyə bunu demirəm? Bu əslində 9-lara çox da istifadə olunacaq bir sual deyil. Daha çox 11-lər üçün istifadə oluna bilər. Ona görə biraz isbatı ilə deməyə çalışırdım sualı ki, biraz mənasını başa düşəsiniz. Yoxsa müəllim düstur var, siz bilmirsiniz deyə düşünən uşaqlar da var. Yəni bunun düsturu bəli, asan bir düsturdur. Mənim göstərdiyimdən çıxır elə bunun düsturu. Mən bunu belə isbat eləmişdim. Bunu buraya gətirmişdik. Burada bir üçbucaq və möhtəşəm üçlü. Bunun A üstəgəl B olduğunu bilirik. Hündürlük də onun yarısı oldu. Yəni çox sadə bir isbatdır əslində. İsbatın nə olduğunu bilən şagirdlər üçün bu çox əla bir şeydir. Bilməyən şagirdlər təbii ki, öz dediyini doğru qəbul eləyə bilər. Bir də bunun uşaqlar daha qəşəng bir üsulu da var. Onu da yadımdan çıxıb demək. Bu sualla bağlı ümumiyyətlə çox geniş danışmadım, çünki sizə xitab eləmir bu sual. Amma bu dəfə deyəcəm təbii ki. Bunun bax çox sadə bir isbat var. Mən çox zaman bunu belə deyirdim. Niyəsə həmin momentdə yadıma düşməyib. Deməli burada uşaqlar deyir ki, bu diaqonal buna perpendikulyardır. Deməli bu tərəf 90 dərəcədir. Əslində hamısı 90 dərəcə təbii ki. İki xətt bir-birinə perpendikulyarsa, orada bütün bucaqlar 90 dərəcə olacaq əlbəttə. Burada önəmli nüans nədir uşaqlar? Baxın, buradan bunu belə uzatsam, ümumiyyətlə diaqonalların kəsmə nöqtəsi bərabəryanlı trapesiyada simmetri oxu üzərindədir. Bax, bu onun simmetri oxudur. Tən ortadan çəkdim. Bunu yəqin ki, bilirsiniz. Bərabəryanlı trapesiyanın bir dənə simmetri oxu var. Və mən deyə bilərəm ki, bu M olsun məsələn, nöqtə, bu da N olsun. Bax, burada YM BS-ni yarı bölür. Eyni zamanda YN AD-ni yarı bölür. Burada sizlə həmfikiriz, çünki simmetri oxu demək elə parçanı yarı bölmək deməkdir. Və mən deyə bilərəm ki, düz bucaq təpəsindən, bu Y bucağı, AYD bucağı 90 dərəcədir. Bir median çəkmişiksə, onda həmin median hipotenuzun yarısına bərabər olmalıdır. Bu parça da buna bərabər olur. Bu adlanır möhtəşəm üçlü. Eyni zamanda burada yenə BM ilə MC bərabərdir, YM də bunlara bərabərdir. Bizə BS 6 verilibsə 3, 3, burada 3 olacaq. AD bizə 14 verilibsə 7, 7, onda burada 7 olacaq. Median hipotenuzun yarısı olur. Möhtəşəm üçlü elə budur. Bax, fikir verin, bu hündürlükdür uşaqlar. Hündürlüyümüz nə oldu? Bərabər. Çünki bərabər yanlı üçbucaqda AY ilə YD bərabərdir. BY ilə də YS bərabərdir. Simmetri oxu deyəndə iki dənə eyni fiquru fikirləşirəm mən. Ona görə bərabər yanlı bir üçbucaqda endirdiyimiz bu median həm də hündürlükdür. Oradan da yanaşa bilərsiniz. Nə oldu hündürlüyümüz uşaqlar? 10 oldu. Yəni bunun yarısı, bir də bunun yarısı. Ona görə biz deyirik ki, MN hündürlüyü bərabərdir oturacaqlar cəminin yarısı. Yəni bu bunun isbatıdır. Hündürlüyü tapandan sonra 10 artıq sahəni tapmaq nə var ki? A üstəgəl B bölü 2 vur H. 14 ol 6, 20 bölü 2, 10 vur 10, cavabımız 100. Əslində bu da həmin üsulun biraz başqa formasıdır. Mən sadəcə uzun-uzun danışıram bu izahı. Ona görə uşaqlar deyir ki, müəllim 5 dəqiqədə izah eləmisiniz, deməli mürəkkəb üsuldur. Yəni mürəkkəbin asanın nə olduğunu uşaqlar siz hələ çox da fikir vermirsiniz. Onu bilmək üçün əvvəlcə bütün mövzunu dərindən bilməlisiniz. Bir mövzuya 1000 dənə sual işləməlisiniz ki, deyəsiniz müəllim bu asandır, bu çətindir. Çox fikir verməyin. Boş verin belə şeyləri. Gəldim burdan birinci sualımıza. Bizə deyir ki, verilmiş ABC və ABD üçbucaqlarında BC-ni tapın. Çox gözəl sualdır bu əslində. Gəlin biz bunu biraz düşünək. Niyə gözəl sualdır? Burada çünki paralellik var. Və uşaqlar, oxşarlıq çox zaman paralellikdən çıxır. Uyğun bucaqlarda nəsə maraqlı bir şey olur. Məsələn, burada fikir versəz, AD ilə MN bir-birinə paraleldir. Düzdür? Onda əgər bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır. Birinci burada ADB üçbucağında oxşarlığı qurdum. Üçüncü bucaqda teta olsun. Həm bu üçbucağın üçüncü bucağıdır, həm də böyük üçbucağın üçüncü bucağıdır. Bu da sizlə razıyıq. İndi isə nə bilirik başqa? AD 6-dır, PS 5-dir, MN 4-dür. Əla.
İndi bizə lazımdır nə uşaqlar? Bax fikir verin. Bu iki üçbucağın ortaq parçası AB parçasıdır. AB tərəfi hər ikisi üçün ortaqdır. Deməli biz AB-dən istifadə eləməliyik. Bu da biraz mürəkkəb sualdır. Ətraflıya düşə biləcək tipdə bir sualdır. Yəni hədsiz dərəcədə mürəkkəb deyil. Ətraflıya bir ehtimal düşə bilər, amma çox da yüksək ehtimalla yox. Burdakı suallar elə deyim ki, uşaqlar bir çoxu asan orta suallardır. Asan demək orta suallardır. Yəni düşə biləcək, 100% düşə biləcək suallardır. Mən burada çox az hallarda elə sual yerləşdirirəm ki, hansı ki o düşməz. Amma özündə belə bir qayda cəmləşdirir ya bir neçə sualın birləşməsidir deyə bir dənə sual izah edirəm. Əslində içində 2-3 dənə sual var. Bu artıq mənim metodikamdır belə deyək. Yəni hər dəfə yaz müəllim bu suallar düşər. Bu sualın düşməsi vacib deyil. Sən burada qayda öyrənirsən, qayda təkrarlayırsan. Bu sual düşməz, buna oxşar düşəcəkdir. Riyaziyyat nə qədər fərqli sual tipləri var ki, riyaziyyatda. Həmişə eyni tipli şeylər düşür. Yəni ona görə çox narahat olmayın. Dərslərə odaqlanın, türklər demiş, fokuslanın, dərsi öyrənin. O sualları yığışdıraq da imtahana 10 gün qalıb hələ də sual verirsiniz. Baxaq burada. Danlamağa açmışam elə bu video. Deməli burada baxırıq nəyə uşaqlar. Mən MB-yə bir A deyirəm, AM-ə bir B deyirəm. Baxın, oxşarlıqda nə deyə bilərəm? Tetanın qarşısı burada 4-dür. Böyükdə isə 6-dır. 4 bölü 6 bərabərdir. Alfanın qarşısı balaca üçbucaqda A-dır. Yəni MB-miz. Bu tərəfdəki üçbucağa baxmıram, ora baxıram. ADB ilə MNB üçbucaqlarına baxıram. Bunlar oxşardır çünki. Sonra alfanın qarşısını A dedik. Burada alfanın qarşısı isə AB-dir bütövlükdə. Yəni A üstəgəl B. Biz hal-hazırda A üstəgəl B arasında bir əlaqə yaradacağıq. A ilə B arasında əlaqə. Bir də təzədən deyim. Fikir verin. Tetanın qarşısı burada 4-dür. Böyükdə isə 6-dır. 4 bölü 6. Alfanın qarşısı kiçikdə A-dır. Böyükdə isə A üstəgəl B-dir. Yazmışam. Çarpaz vuraq. 4A üzərinə gəl. 4 B hesab da apara bilərdik. 6A. 2-yə bölək hətta. 2A üstəgəl 2B bərabər 3A. A da bərabərdir 2B. Deməli A B-nin 2 misliymiş. Əla. Bunu silirəm. Əgər A B-nin 2 mislidirsə uşaqlar, burada A-nın yerinə 2B yaza bilərəm. Burada bir dənə B idi. İndi gözəlliyə baxın. Bizim axtardığımız BS tərəfidir. Bura bir X yazıram. Diqqətlə baxın. Burada yenə oxşarlıq var uşaqlar. Çünki MP ilə də AS paraleldir. Bura beta olarsa, burada betadır. Beta deməyək amma beta istifadə olunub. Başqa bucaq deməliyik. Bura olsun qama, burada oldu qama. Bura deyək 1. Nə qaldı başqa? İstifadə edədiyimiz B-ni biraz burada yerləşdirək. Çox bir fərq yoxdur. Bura bir A bucağı deyək. Burada olsun yenə A bucağı. Deməli nə oldu? Paralellikdən bu A-lar uyğun bucaqlardan eyni oldu. Qamalar da eyni oldu. İndi fikir verin gözəlliyə. Burada A bucağının qarşısında X var. Burada A bucağının qarşısında X üstəgəl BS 5 idi. BS 5'dir. X üstəgəl 5 var. Bərabərdir. Qamanın qarşısında burada 2B var. Böyükdə qamanın qarşısında isə 2B o da B. 3B var. Bura B'də B və 2B. MB B idi. AM də 2B idi. Burada B idi. Oldu 3B. Bunu ümid edirəm başa düşdünüz. Bura B'dir. Burada 2B'dir. B'lər islah etsin getdi. Çarpaz vuraq. 2x üstəgəl 10 bərabər 3x. X də bərabər 10. X-imiz 10-dursa və bizdən BS-ni soruşursa 10 üstəgəl 5. Cavabımız 15. Əslində çox gözəl sualdır. İmtahana biraz çətindir. Onu deyim. Amma sual özü qəşəng sualdır. Asan suallar da var burada. Hamısı çətin deyil. Amma arada çətin suallar da görün. Açıqlamaqdan yoruldum əslində. Hər dəfə eyni şeylər deyirəm. Daim eyni şərhlər gəlir deyə mən də məcburam eyni şeylər deyim. Şərhləri bağlayacağam bir gün görəcəksiniz ki, həyat necə bucaq imiş. Elə bir fikrim var bu arada. Şərhləri bağlamaq istəyirəm, görək qismət. Biri digərinin az çoxluğu olan A və B çoxluqları üçün NA 7-dir, MB 11-dir. Bu arada Ramazan bayramınızı təbrik edirəm. Təbriklərim. Həmişə danlamayacaq ki, sizi. Bu A çoxluğu olsun, bu da bir B çoxluğu olacaq. B çoxluğumuz var. Bunu da başqa bir qırmızı ilə göstərək. Biri o birinin alt çoxluğu olduğu üçün birini digərinin daxilində çəkməliyəm. Hansı alt çoxluğudur? NA 7 element, MB 11 element. Sanki mən bunu izah eləmişəm. Eybi yox, bir də izah eləyək. Nə olacaq ki? Burada B çoxluğu olsun. Burada uşaqlar A çoxluğunda 7 element var, yazdım. B-də 11 element vardı. 7-si buradasa 4-ü qaldı bura. Oldu 11 element. A ilə B-nin kəsməsi olacaq 7. Bu dəfə də sualı dəyişək. Keçən dəfə deyəsən kəsmə soruşurdum. Bu dəfə də belə dəyişək sual. A ilə B-nin fərqini tap. Çünki burada cavabımız nə olacaq? 7 olacaq da elə. Kəsmə 7-dir.
Alt çoxluq nə deməkdir uşaqlar? Biz deyirik ki, verilmiş çoxluğun elementlərindən düzəlmiş çoxluğa həmin çoxluğun alt çoxluğu deyilir. Ona görə 7 elementi ki var, 7 element, yəni 7 dənə element həm A-da var, həm B-də var. B-də əlavə olaraq 4 dənə element var. O artıq məsələn birləşmə desə, hamısını deyək burada. A ilə B-nin birləşməsi. Bu sual çünki çox istifadə olunur. Yenə istifadə oluna bilər. 11-dir. Kəsmə desəm 7-dir. Deməli, birləşmə oldu böyük çoxluq, kəsmə oldu kiçik çoxluq. Burada sizdən razıyıq. İndi bu minimum qiymət üçün belə oldu. Yəni deməli, biri o birinin alt çoxluğu olanda belə oldu. İndi fərqə baxaq. Sualı dəyişdim, elədim A ilə B-nin fərqini tapın. A ilə B-nin fərqi nə idi? A-da olub, B-də olmayanlar. Görək hansılardır? A-da 7 element var, hamısı da B-də var. A ilə B-nin fərqi 0-dır. Bəs B ilə A-nın fərqi nədir? B-də olub A-da olmayan 4 dənə element var, hansı ki B-də var, A-da yox. Əla. Bunları deməmişdim, bunları da demiş olduq. Faydasız olmadı. Hər şərdə bir xeyir varmış deməli. İti bucağı 30 dərəcə olan rombun sahəsi bu qədərdir. Bunu niyə seçmişəm uşaqlar? Bu düsturu əksərən şagirdlər bilmir. Çünki uşaqlar sinus kosinus öyrənmir. Yəni, ən azından bucağın nə olduğunu və s. heç nə öyrənmir uşaqlar. Amma biz burada deyəcəyik. Birinci S bərabərdir A kvadrat sinus alfa. Trigonometriya proqramda olmadığı üçün düşməyəcək. Amma ən azından biz bunları bilməliyik, özümüz üçün bilməliyik. Çünki elə sual var ki, sən onu trigonometriya ilə qapalı sualdır da, necə istəyirsən yaz məsələn. Ya ətraflı deyilsə yaza bilərsən, problem yoxdur. İndi buradan A kvadrat sinus alfa bərabərdir. Cavabımız 50-dir, düzdür. Bucağı bizə verib. A kvadrat sinus 30 dərəcə. Sən sinus 30-u bilsən, bu düsturla rahat tapacaqsan bunu. Bilməsən hündürlüyə endirməlisən, 30 60 90-dan getməlisən. Biz deməli buradan nə deyəcəyik? Sinus alfa, yəni daha doğrusu sinus 30 dərəcə 2-də 1-dir, bərabər 50. Hər tərəfi 2-yə vursaq, solu sağı. 2-də 1-dən 2 7, A kvadrat bərabərdir 100. Tərəfimiz oldu 10. Hündürlüyü tapın. Əgər tərəfimiz 10-dursa uşaqlar, bura 90 dərəcə. Hündürlük neçə olacaq? 30-un yarısı, 30-un yox, 10-un yarısı 5. 30-un qarşısı, daha doğrusu 90-ın qarşısı A olduğu zaman 30-un qarşısı onun yarısı olurdu. Bizdə də tərəf tapılıb da bura 10-dur. Onun yarısı 5 olacaq. Bu bunun sırf bu düsturla, onu istədim ki, deyim sizə. Düstursuz deyəcəm bunu. Düstursuz və sinussuz. Çünki bir qism şagirdlər bunu öyrənmir. Öyrənməyə məcbur deyilsiniz təbii ki, amma öyrənsəz sizin üçün faydalıdır. Mən də hər ehtimalı, hər iki üsulu deyim. Birinci, deyək ki, sinus alfa düsturunu bilmirik. Sadəcə buradan bu bucağın 30 dərəcə olduğunu bilirik. Hündürlüyü endirirəm buradan uşaqlar. Bura bir A-dırsa, burada A-dır. Romb olduğu üçün tərəflər bərabərdir. İndi 90-ın qarşısı A olduğu zaman 30-un qarşısı A bölü 2-dir. Və bizə deyir ki, rombun sahəsi. Rombun sahəsini tapmaq üçün nə edirik? Tərəf vurulsun, bunu endirilmiş hündürlük. Bunu bizə neçə verib? 50 verib. Burada olacaq A kvadrat bölü 2 bərabər 50. A kvadrat 100-dür. A-mız da olacaq 10. Deməli, A 10-dursa hündürlüyümüz də 10 bölü 2 5-dir. Əla. Davam eləyək. Düzgün çoxbucaqlının bir daxili bucağı 156 dərəcədir. Bu çoxbucaqlının diaqonallarının sayını tapın deyir. Deməli, bizim bir çoxbucaqlımız var uşaqlar. Düzgündür. Yəni, bütün tərəfləri bərabərdir. Amma bir daxili bucağını bilirəm. Məsələ budur. Bütün daxili bucaqları eyni olacaq. Əgər bu düzgün fiqurdursa uşaqlar, bütün daxili bucaqları, bütün xarici bucaqları, bütün tərəfləri bir-birinə bərabər olmalıdır. Hamısı eyni olmağa məcburdur. Düzgün fiqurun çünki tərifi odur. Bu çoxbucaqlının diaqonallarının sayını tapın. Diaqonal sayı düsturu uşaqlar n vurulsun n minus 3 bölü 2-dir. Bunu bilirik. Bu diaqonal sayının ümumi düsturudur. Sadəcə biz burada n-i bilməliyik. N nədir? N tərəf sayıdır. Tərəf say. Bunu bilmirik. Gəlin bunu da buradan öyrənək. Bax 156-nı uzatdığımda belə açıq bucağa tamamladım bunu. 156-nın qonşusu nə qədərdir? Bunun qonşusu 24 dərəcə olacaqdır. 70-80 bəli. Bir xarici bucaq oldu 24 dərəcə. Daxili bucağı 180 dərəcəyə tamamlayan bucaq xarici bucaqdır. Bunu bilmək lazımdır. Daxili bucağımız 156 idi. Mən də xarici bucağı tapdım. İndi uşaqlar, mən bilirəm ki, bunun bütöv xarici bucaqlar cəmi 360 dərəcədir. Bir dənə daxili bucağı isə 24 dərəcədir. 360-ı 24-ə bölürəm. Görək nə olacaq? 1 olacaq. 120-də 5 oldu. 5 bucaq yox. 15 dənə tərəfimiz var imiş. Niyə? Çünki bu da 24 dərəcədir. Bu da 24 dərəcədir. Bu da 24-dür və s. Deməli, mən 24-lərin sayını tapdım. Çünki mən bilirəm ki,
Nə qədər 24 ola bilər? 360-a tamamlayacaq qədər. Məsələn, 10 dənə ola bilərmi? Yox. 240 dərəcə yox. 360 olmalıdır bütöv. Ona görə 15 dənə olmalıdır bundan. Diaqonal sayını da gəlin tapaq. 15 vur 12 bölü 2. Bu da oldu 90 dənə. 90 ədəd oldu bizim diaqonal sayımız. Növbəti suala baxaq. Bizə deyir ki, ifadəsinin qiymətini tapın. Görək nə edə bilərik. X-i çıxarsaq oradan bir şeylər. Rahat sualdır. Uşaqlar, çox mürəkkəb fikirləşməyin. Əvvəlcə buradan ortaq bir vuruq çıxarın. X. X çıx Y çıxılsın 2Y. Biz bilirik ki, X çıx Y nədir uşaqlar? 2-dir. Onda yazıram X vurulsun 2 çıxılsın 2Y. Səliqəli yazsam bunu 2X çıxılsın 2Y olacaq. 2-ni ortaq çıxaranda X çıx Y oldu. X çıx Y təzədən nə idi? 2 idi. 2 dəfə 2 cavabımız 4. Deməli, bəzən çox da mürəkkəb fikirləşməyə ehtiyac yoxdur. Çox sadə şəkildə misal tapılır. Əgər bunu siz vuruqlara ayırmaq istəsəz, zülm olacaqdır. İmtahanda və sair belə şeylərlə rastlaşanda mürəkkəbin düşümünü, əvvəlcə asan hissəsini düşünün. Ədədinin kəsr hissəsini tapın. Bu sadə bir sualdır əslində, amma uşaqlar burada çox zaman səhv eləyir. Biz əvvəlcə nə iş görəcəyik? 39 8-ə bölərik. 39 bölünər 4 dəfə. 4 dəfə 8 32. Qalacaq orada qalığımız 7. Mənfi 4 tam 8-də 7. Müəllim, tam hissə mənfi 4-dür, kəsr hissə 8-də 7 desəz səhv edirsiniz. Belə bir şey mümkün deyil. Uşaqlar, mənfi ədədlərdə belə olmur. Müsbət olsaydı, bəli, tam hissə 4-dür, kəsr hissə 8-də 7-dir. Amma mənfilərdə işlər biraz qarışıqdır. Gəlin, burada mənfiləri araşdıraq, nə olacaq uşaqlar? Birinci, onu bilməliyik ki, biz tam ədəd deyəndə, daha doğrusu, üzr istəyirəm, ədədin tam hissəsi deyəndə, ədədi aşmayan tam ədəd fikirləşirik. Ədədi aşmayan ən böyük tam ədəd. Bir ədədimiz var, mənfi 4,5, nə bilim, müsbət 7,5, fərq eləməz, 7,8 ola bilər. Ədədi aşmayan ən böyük tam ədəd. Məsələn, 7,5-in tam hissəsi nədir? 7-dir. Niyə? Çünki 7,5-i aşmır və 7,5-ə ən yaxın tam ədəddir. Başqa tam ədəd yoxdur orada. Ondan sonra 8 gəlib 7,5-i aşır. Amma bunu mənfi deyəndə sən deyə bilməzsən mənfi 7,5-i aşmayan ən kiçik tam ədəd mənfi 7-dir. Çünki mənfi 7,5-i aşır mənfi 7. Mənfi 7 mənfi 7,5-dən böyükdür. Sağda yerləşir. Göstərin burada. Bax, bura 0-dır. Bura olsun məsələn 1, 2, 3 deyə davam edir. Bu da mənfi 1, mənfi 2, mənfi 3. Məsələn, mənfi 2,5. Hardadır? Burada, düzdür. Mənfi 2,5. İndi bunun tam hissəsi mənfi 2 ola bilərmi? Xeyr. Ədədi aşmayan, bu aşdı. Aşma nə deməkdir? Ədəddən daha böyük olmasında. Mən də bilirəm ki, soldan sağa getdikcə ədədlər böyüyür. Ona görə mənfi 2, mənfi 2,5-dən böyükdür deyə onun tam hissəsi ola bilməz. Amma mənfi 3, mənfi 2,5-i aşmayan ən böyük tam ədəddir. Deməli, mənfi 2,5-in tam hissəsi nə oldu? Mənfi 3 oldu. Əla, bunu başa düşdük. Onda biz kəsr hissəsini tapa bilərik eyni məntiqlə. Biz bilirik ki, uşaqlar, bir ədəd 2 hissədən ibarət ola bilər. Tam hissəsindən və fiqurlu mötərizə kəsr hissəsindən. Kvadrat mötərizə bizə tam hissəni göstərir, x-in tamını. Fiqurlu mötərizə isə onun kəsr hissəsini göstərir. Məsələn, 6/4 bərabərdir. 6 üzərinə gəl 0/4. Eyni zamanda mənfi 6/4 bərabərdir. Mənfi 7. Mənfidə bir dənə geriyə get. Üzərində nə gəlməliyəm ki, mənfi 6/4 olsun? 0,6 gəlməliyəm ki, toplayanda bu nə olsun bizdə? Mənfi 6/4. Bu cür fikirləşirsiniz. İndi mən sizə desəm ki, mənfi 8/7-ni yazın şərhlərə. Tam hissəsi neçədir? Onu yazın. Bir də kəsr hissəsi neçədir? Onu yazın. Və sonra baxın videoya görə düz tapmısınızmı? Yazdınızsa, başlayaq. Tam hissə 1 vayd azaltdım. Mənfi 9 oldu. Üzərdə nə gəlməliyəm? 0,3 gəlməliyəm ki, nə olsun? Mənfi 8,7 olsun. Yəni, qısaca, tam hissə deyəndə mənfi tam hissəni 1 vayd azalt. Yəni, mənfi 8 əvəzinə mənfi 9 yaz. Kəsr hissənin isə nə iş görməlisən? 1-ə tamamlayanı götürməlisən. 0,7-ni 1-ə tamamlayan 0,3-dür. Mənfi ədəd vardır burada, düzdür. 10/4-ü 1-ə tamamlayan 10/6-dır. Eyni məntiqlə. İndi baxıram bu suala. Bizim burada tam hissəmiz 1 vayd azalt, mənfi 5-dir. 1-ə tamamlayan nədir? 8-də 1-dir. Deməli, kəsr hissəmiz oldu 8-də 1. Niyə bu qədər uzatdım? Çünki misalı tam ətraflı izah edirəm. Sual mürəkkəb deyil. Bir şey anlamırsınız uşaqlar, bir çox uşaqlar bunu başa düşmür. Elə bilir ki, sualı mən nə qədər uzun izah eləsəm, o qədər misal çətindir. Mən ona görə uzun izah edirəm ki, burada hər səviyyədə uşaqlar var da, güclü riyaziyyat bilən, zəif riyaziyyat bilən. Ona görə hamı öyrənsin. Yəni bu qədər egoist olmayın, müəllim, ancaq çətin suallar sizin biz öyrənək. Belə bir şey yoxdur. Bu kanal hamıya xitab edir. Ona görə
Belə şeylər yazmayın. Boş yerə özünüzü yormayın. Bloklanmayın gecə-gecə. Bloklama çox asandır uşaqlar. Ona görə uşaqları tez-tez bloklayıram. Üzrlü sayın buna görə bu arada. Yəni başqa profil açıb gələ bilərsiniz təbii ki. Ortada bloklanmasınız. Düzbucaqlı üçbucağın daxilində və xaricində çəkilmiş çevrələrin radiuslara uyğun olaraq belədir. Deməli, düzbucaqlı üçbucağın daxilində çevrə çəkəndə radius bu düsturla tapılır. Nədir bu düstur? ABC nədir burada? A katetdir, B digər katetdir, C də hipotenuzdur. Katetlər cəmindən hipotenuz çıxıb yarıya böləndə bizə radiusu verir. Çox da gözəl isbatları var bunların. Bir də C böyük R daha doğrusu. Bu daxilə çəkilmiş çevrədir. Ona görə balaca R-lə yazılır. Bir də böyük R-lə xaricdəki çevrənin radiusu. Bu da hipotenuz bölü 2. Hipotenuzu yarıya bölürsən və radius tapırsan. Yəni burada nə olacaq? Bir üçbucaq var uşaqlar. Bunun xaricində bir çevrə var. Burada isə bir düzbucaqlı üçbucaq var. Bunun daxilində çevrə var. Düsturları qarışdırmayın. Daxildəki çevrənin radiusu kiçik olduğu üçün balaca yerlə göstəririk. Xaricdəki çevrənin radiusu böyük olduğu üçün böyük yerlə göstəririk. Əla, bunları bildik. İndi bizə deyir ki, məsələn bu sual belə düşməsə belə, bunun bir hissəsi düşə bilər. Bu sadəcə düstur təkrarlamaq üçün bunu verdim sizə. Deməli buradan bizə deyir ki, uyğun olaraq 1/5 və 4/15-dir. Daxilində çəkilən 1/5-dir. Xaricdəki isə 4/15-dir. Hardan bildim? Uyğun olaraqdır. Bax fikir verin. Uyğun olaraq. Yəni birinci birinciyə, ikinci ikinciyə uyğundur. Burada yazıram. A üstəgəl B çıx S bölü 2 bərabər 1/5. Bir də S bölü 2 bərabər 4/15. Buradan çarpaz vursaq A üstəgəl B çıx S bərabər 3. Əla. Buradan çarpaz vursaq 4S bərabərdir 30. S bərabər 30 olacaq da. Nə oldu bu? 7/5. Nə soruşur? Üçbucağın perimetrini tapın. Çox gözəl sualdır. Bundan sonrası da gözəlmiş. Bax fikir verin. Amma bir dənə bunu düz yazaq. 4-ə vurdum 2S 15. Aha. Üçbucağın perimetri nədir uşaqlar? A üstəgəl B üstəgəl S bizdən soruşulan budur. Biz də buradan S-nin nə olduğunu biliriksə, hər şeyi hazır tapacağıq. Bax fikir verin. A üstəgəl B-ni ayrı tapaq çünki S-ni bilirik onsuz da. S-ni atsam o tərəfə olacaq S üstəgəl 3. S bizdə nədir? 7/5-dir. Toplasam olacaq 10/5. Əla. A ilə B-nin cəmini tapdım. S-nin nə olduğunu bilirəm. Olacaq cavabımız 18. Gözəl bir sualdır. 18 Y variantı. Son 3 dənə sualımız qaldı. Bu da gözəl sualdır. Yəni bu da imtahana düşə biləcək bir sualdır. Çünki çox mürəkkəb bir şey deyil. Baxmayın belə, ilk dəfə görürsünüz belə tip sualları. Amma qəşəng sualdır. Burada uşaqlar, biz götürmüşük M-i, başlamışıq vuruqlara ayırmağa. Mən başa düşürəm ki, M-in bütün vuruqları buradadır. Yəni M əslində 2 vur, 2 vur, 3 vur, 5-dir. Burada nə olacaq? 4/5 20, 60 olacaq. Deməli M-imiz 60 imiş. Yazıram bura M-in yerinə 60. Bu 60-dır. 60-ı 2-yə bölüb 30 yazacaq. 2-yə bölüb 15 yazır. 15-i 3-ə böldü 5 yazdı. 5-i 5-ə böldü 1 yazdı. Deməli bizdə burada N-imiz 30 oldu. Hamısını tapdıq. P-miz neçə oldu? 15 oldu. K-mız da 5 oldu. Daha görək düz dedikmi? Biraz belə gətirsək. Əla. M-imiz 60. M-i də qeyd edeyim. N-imiz 30, P-miz 15, K-mız 5. Düzdür. Hər dəfə belə baxa bilərdik ki, bunun vuruqları K-dan aşağıda olacaq. Məsələn, P-nin vuruqları nədir? 3 vur 5. N-in vuruqları nədir? 2 vur 3 vur 5. Belə də baxmaq olar. Amma bu dediyimiz sanki daha asandır. Niyə o qədər mürəkkəbləşdirək? 60 üzərinə gəl 30, üzərinə gəl 15, üzərinə gəl 5. 20, 50, 110, bu da 60, 100. Deməli, MMPK. 90, bu da 20, 110 olur da. Düz dedik. Nəsə uzun gedirdim. 110. Növbəti sualımız. Çevrənin daxilinə çəkilmiş ABCD dördbucaqlısı, buradakı misal izahatı burada qaldı. Trapesiya sualda. Dostum sən. Hə, bunu buradan götürək uşaqlar. Deməli, harda qaldıq? 8-i izah edib 9-10 qalıb sadəcə. Buradan baxarıq. Çevrənin daxilinə çəkilmiş ABCD dördbucaqlısının bucaqlarını verib, nisbət də bizə verib. Bax, bizə uşaqlar, burada maraqlı olan nədir? Qarşı-qarşıya olan bucaqlar. Çünki onların cəmi 180 dərəcə olmalıdır. Soruşa bilərsiniz, niyə? Onu deyəcək indi sizə. Niyə belə olur? Deməli, bizim burada A bucağımız bir dənə K olsa, B bucağımız 3 dənə K-dır. C bucağımız 4 dənə K-dır. A, B, C nisbəti 1, 3, 4-dür. Və uyğun olaraq söz birləşməsi çox istifadə olunur. Onun nə olduğunu bilin. Çünki bir dəfə də belə bir sual izləmişdim. Biri yazmışdı ki, mənim hardan bildiniz ki, hansı-hansına əlaqəlidir? Uyğun olaraq deyəndə ardıcılığa baxırsınız. 1, 3, 4. Əla. İndi uşaqlar, mən iddia edirəm ki, K üstəgəl 4K nə olacaq? 180 dərəcə. 5K bərabər 180 dərəcə.
K bərabər 36 dərəcə. Bunu deyəndən sonra bu bucaqlara A-nı, B-ni, C-ni toplayaram, 360-dan çıxaram, buradakı bucağı taparam. Axırda deyəcəm niyə belə oldu təbii ki. Əvvəlcə bu qaydanı yəqin ki bilirsiniz ki, qarşı-qarşı olanda bucaqlar, yəni bir çevrənin daxilinə dördbucaqlı çəkilibsə, həmin dördbucaqlının qarşı bucaqlarının cəmi 180 dərəcədir. Bunu hamımız bilməliyik. Toplayıram K, 3K, 4K, bu da 4K, 8K. Bizə 8K lazımdır. K-mız da 36 dərəcədir. Bu olacaq 240 üzərinə gəl 24, yəni 264. 240 yox, 8 dəfə 6. Müəllim 8 dəfə 6 səhv yazdınız. 8 dəfə 36, 240, 48, 288. Aha, 240, o da 48, düzdür. İndi uşaqlar, biz deyə bilərik ki, D bucağını tapmaq üçün nə etməliyəm? 360-dan çıxmalıyam bu 3 dənə bucağın cəmi 288-i. 12, 72 olacaq A variantı. Niyə belə olduğunu da deyə bilərik uşaqlar. Yəni, hardan bildim ki, qarşı bucaqların cəmi 180 dərəcədir, bunu deyəcəm. Əslində, məsələn, mən burada daha asan belə deyə bilərdim ki, bu ikisinin cəmi 180 dərəcədir. Bunu çıxardıq. Onda bu ikisinin cəmi 180 dərəcə olmalıdır. Yəni, x üstəgəl 3K bərabər 180. Bu da fərqli bir baxış bucağı. X üstəgəl K-mız da nə idi? 36 idi. 3 dəfə 36 bərabər 180. X üstəgəl 108 bərabər 180. X də tapıldı 72 dərəcə bildiyimiz kimi. Hə, bunu deyim, sonra davam edək. Davam edəkdə bir dənə sualımız qalıb unutsa, o da çox çətin bir sual deyil. Öyrənmişmi bunu? Burada uşaqlar diqqətlə baxın. Bura məsələn mən alfa desəm, BAD bucağı alfa olduğu zaman bunun söykəndiyi bu qövs var ha. BD qövsü nə olacaq? 2 alfa olacaq. Eyni zamanda çünki daxil çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Eyni zamanda bu C bucağı, yəni BCD bucağı söykənib bu BD qövsünə. Əgər bura betadırsa, burada 2 beta olacaq. İndi uşaqlar bütöv çevrə qövsü nə qədərdir? 360 dərəcə. Onda 2 alfa üstəgəl 2 beta bərabər 360. Hamısını böl 2-yə. Alfa üstəgəl beta bərabər 180 dərəcə. Bu da sizə gözəl bir isbat. Sadə bir isbatı varmış. Deməli, daha yaddan çıxarmayacaqsınız. Son sualımız, bax bu sırf imtahan tipli sualdır. Orta, asan deyə biləcəyimiz sual, asana yaxın bir sualdır. Alfa beta cəmini tapın deyir. Alfa üstəgəl betanı biz axtarırıq. Qalsın yadımızda. Bizə nə deyir? Qarşılıqlı bucaqlardır deyir. Mən bilirəm ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bu bucaqla da bu bucaq bərabərdir. Ona görə bizdə əslində alfa ilə beta bir-birinə bərabər imiş. Onda gəlin bərabərləşdirək. 7x çıxılsın 40 bərabərdir. 3x üstəgəl 60. 3x-i bura, 40-ı bura aparacaq. 7x çıx 3x bərabər 40-ı apardım ora, topladım bunları. 4x bərabərdir 100, x bərabərdir 25. X 25-dirsə, yerinə yazaram məsələn buradan. 3 dəfə 25 oldu 75, o da 60, 130, yox, 135. Bəli. Burada yenə yoxlaya bilərsiniz, eyni şey alınmalıdır. Burada 25 yazsaz, olacaq bu 150, 175, 40 çıxanda 135. Deməli, hər ikisi doğru oldu. Alfa ilə beta çünki bərabər götürmüşdüm. Əgər bərabər olmasaydı, yoxlayacaqdım. Görəsən nəyi səhv eləmişəm. Tapdıq bucağı 135. 135 üzərinə gəlir 135. Bu da olacaq 270 dərəcə. Burada səhv eləməyə uşaqlar. 4x bərabərdir 100. X bərabər 25 düzdür. Yerinə yazdım. Deməli, 60, 120, o da 15, 135. Bəli, düzdür. Belə əziz şagirdlər, sualların ümid edirəm hamısına baxdıq, gözümüzdən qaçmadı nəsə. Əla, 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 hamısına baxdıq. Əla. Belə uşaqlar, burada sınaq qrupuna qoşulmaq üçün nömrə var, əlaqə saxlaya bilərsiniz, məlumat ala bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videoların davamını istəyirsinizsə, şərhlərdə qeyd edin, sürətlə davamını çəkək. Görüşənədək.